Sabirabad rayonunda qadınlar arasında mübahisə dava ilə nəticələnib. Məlumata görə hadisə rayonun kəndlərindən birində baş verib. 1981-ci il təvəllüdlü Şəmsiyə Kazımova münasibətdə olduğu kişinin həyat yoldaşı Fəxriyə Səlimova ilə mübahisə edib. Onların arasında mübahisə dava dalaşla nəticələnib. Kazımovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu xırda xuliqanlıq maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Kazımova bildirib ki, zərərçəkmiş Fəxriyənin əri Elmar artıq 7-8 ildir onunla ər-arvad kimi yaşayır. Bizim kəbinimiz də var. Fəxriyənin ünvanıma işlətdiyi ifadələri mənə Elmar dedi. Mən də Elmara Fəxriyənin iş yerinə gedərək orada məsələni aydınlaşdıracağımı bildirdim. Buna görə Elmarın çağırışı ilə Fəxriyənin iş yerinə getdim. Əvvəlcə mən də onun ünvanına layiq ifadələr işlətdim. Amma Fəxriyənin məni təhqir etməsi ilə bağlı əlimdə sübut yoxdur deyə o bildirib. İş üzrə zərərçəkmiş Səlimovanın sözlərinə görə Şəmsiyə onun ailəsini dağıtmaqla məşğuldur. Şəmsiyə mənim iş yerimə hücum etdi. Nalayiq ifadələrlə məni təhqir elədi. Bundan sonra onun barəsində şikayət etdim deyə o ifadəsini yekunlaşdırıb. Sabirabad rayon məhkəməsinə keçirilən iclasda məhkəmənin qərarı ilə Kazımova 100 manat miqdarında cərimə edilib. Qeyd edim ki, ad və soyad şərti verilib.